Zümrüd xanım, istəyirsən sən gəl, ələş buradan o tərəfəsin, mən aparım. Eyni hisslər sən yaşa. Nə danışırsınız? Bəli. Deyəsən kimsə kimi tanımıram da. Yox, bircə dəqiqə. Mən tam səmimi deyim, onun haqqında mən sizə məlumat verim. Sonra izləyicilər, bəzi jurnalistlər elə bilirlər ki, bütün bunları biz əvvəlcədən qururuq. Yox, tamam. Tam səmimi deyim, mən ümumiyyətlə xəbərim yoxdur. Mən burada gələn adam haqqında qısaca məlumat onu verim. Mənim üçün adam gəlir studiyaya, onu anladım. Onun üçün mənim də ürəyim getmir. Amma münasibətimiz var, normaldır. Him axtarıram, mən də onunla münasibət pozam. Amma indi bitər də, indi elə alınır ki, münasibətim onu. Və əgər siz onunla bilmirəm küsürsünüz, and içərəm ki, haqlı sənsən. O elə bir adamdır ki, əgər sizin aranızda bir narazılıq varsa, sən onunla küskünsənsə və mən o adamı tanıdığım üçün əminəm ki, haqlı tərəf sənsən. Show biznesdə mənim küslü olduğum bir xanım ifaçı var, xanım ifaçı. Bəli. Hansı ki, yəni mən özümə də söz vermişəm ki, axırıncı nəfəsimə qədər onu harada görsəm ondan qaçacam. Düzdür, böyük danışıram, amma danışıram. Mənim qulağımda şey yoxdur deyin, mən bilirəm ki, onu bura gətirməzlər. Redaktorlarımız mənlə kontakt olun, mən yoxdur deyim, bilmirəm nə zaman. Xahiş edirəm, bir məsələyə toxunum, uzatmayaq. Suallarını ver. Nə olar, uzatmayaq. Verilişimin vaxtı gedir, istəmirəm. O zaman həmin qonağı dəvət edirəm. Tamaşaçılar üçün... Burada oturan qonaqlar nə çəkirmiş, ilahi? Məni göstərirsiniz klipdə. Klipdə mən varam, onu göstərirlər. Hoş gəldiniz. Zahir müəllim. Mən bizim Zahirlə, Rəngərək Zahirlə qarışdırdım. Mən Zahirlə küsü falan deyiləm. Dedim, bəlkə onun küsü, mən də onu küsmək istəyirəm. Səhər onun verilişindəydim və həftələr öncə düşündük ki, mən Zümrüd xanımın xətrini dünyalar qədər istəyirəm, çox sağ olsun. Əslində... Onun üçün danışırdınız elə verilişdə mənim xətrini. Mən heç nə deməmişəm, mən dedim ki... Klipimdə də çəkilmişsinizsə, niyə məni çağırmırsınız verilişinizə? Mən demirəm, siz əslində mənə doğrudan sevinç bəxş eləmişsiniz, doğrudan gözəllik bəxş eləmişsiniz. O mənada demirdim ki, mən onu klipə çəkdim deyən o belə nəsə, elə söhbət olmayıb. O soruşdu ki, niyə çıxmırsınız mütəmadi efirlərə? Niyə klassik musiqiləri ifa etmirsiniz? Mən də dedim ki, mütəmadi çəkdir, kim çağırmır? Adlar çəkdi. Orada da sizin adınız var. Yaxşı, Zahir müəllim. Siz mənə bilirsiniz ki, o salam verməməyin də səbəbini sonra qıraqda aydınlaşdırarıq. Çünki mən istəmirəm bu bizə... Amma həqiqi küsürlük var imiş. Belə bir şey deyim də, mən çox uzatmaq istəmirəm bu mövzunu. Bizim İsa Şükürovun verilişində mən baxdım ki, saytda mən adım yazılıb, belə özü yekə-yekə. Görüm, deyir ki, Zümrüd, niyə Zahir Əmraslanlığı efirində dəvət etmirsən? Mən də dedim ki, ay bala, və Zahir mənim də orada deyir ki, mən hələ onu klipimə də çəkmişəm, belə şeyləndə, belə şəxslə. Sizə dedim hansı mənada, dedim ki, yəni ki, bizim yüngül münasibətimiz də olub, yəni mən əslində Türkan xanım da çox sağ olsun, yox barışdıq da artıq, yəni Türkan xanım da çox sağ olsun ki, sizi dəvət edib, məhz siz orada olmağınız o klipə uğur gətirib, mən o mənada deməmişəm ki, yəni ki... Mən sizin xəttinizi çox istəyirəm, siz sənətkarsınız, öz işinizin peşəkarısınız və bu elədiyiniz jest də mənim üçün çox dəyərlidir. Bu mənim borcumdur və biz dəyərli insanlara, dəyərli xanımlara hər zaman addım atmağa hazırıq. Çox sağ olun. Siz var olun. Çox sağ olun. Allah sizi var eləsin. Aysel, gələn həftə verilişə sağ ol. Yox, valla, hətta mən razıydım ki, barışıq üçün mən gülü verim, çıxım gedim, tək küsülülük olmasın. Ramazan ayıdır, müqəddəs ayıdır, çox gözəl bir vaxta düşdü. Çox sağ olun. Çox təşəkkür edirəm sizə.